ki, Qərbi Azərbaycandan gətirilib də, belə deyim. Azərbaycandan da bu kənddə məsələn aşağılarda olsam, hacı biz... Çox sağ olsun, Qərbi Azərbaycandan gələn soydaşlarımız, elin o başı bu başı olmaz. Hamımız Azərbaycanlıyıq. 91-ci ildə biz buranı yaradanda, yenə özümüzlə bərabər kənddə kimin nəyi var yığmışıq və o cümlədən qonşu kəndlərə də müraciət eləmişik ki, nə olsa, hamısı bu bizim qədim Azərbaycan Bəli. Milli mətbəximizi, milli mədəniyyətimizi, milli xalçaçılığımızı əks etdirir hamısı. Bax, görürsünüz, bu çox gözəl bir... bizim eradan əvvəldən bəri qalan. Tərəsi daşı. Yox, bunlar Şamdandır. Şamdan. Qara çıra deyirlər. Deməli, neft tökülürmüş, o yuxarıda yanırmış. Bax, burada göstərə bilirsiniz. Bax, bu, həmin bu hissəsinə nefti tökür, oradan da hamını aysan. Görürsünüz, necə o zamanki insanların dünya görüşündən xəbər verir. Sonra fikirləyirsiniz, bax, cürbəcür dövrə ait. Bu lap qədim dövrə ait. O tam dövr. Biraz təkmilləşir, sonra biraz təkmilləşir. Qara çıra, qoy adları oxunsun bunların, çox gözəl. Bunlar da göydən asma. Bu göydən asma. Burada bu taxta alətlər, bunlar daraq deyirlər, bunlara məncə. Toxuculuqda istifadə. Toxuculuqda. Toxuculuq dövrü isə, toxuculuq dövrü isə mezolit dövrünə gedir çıxır. Bəli, mezolit dövrünə gedir çıxır. Qədimdən bəri olan forması deyirəm ki, bəli. Bax, bunlar var. Bunlar lap qədim artıq. Qədim dövrün ağırlığına görə, biraz kütləli olur ki, ağırlıqla o kilim toxunanda oturaq. Şəhla müəllimə, Pero da var, bu bizim yadımızdan. Bunu bizə dəstəyən müəllimlər, mürəkkəbə batırıb, bəli. O demək olar ki, bu yaxın dövr. Ancaq bilirsiniz, daraqların dişlərində fərq var. Yekə və sonra getdikcə xırdalanma. Bu nə deməkdir? Böyük, kiçik. Bir dəqiqə üzülsün. Əvvəlcə ipləri yaxşı aşılamazlarmış, yoğun olarmış deyə. Yoğun tişli, eyni tişlilərdən istifadə edir. Getdikcə iplər təkmilləşib, nazildikcə, belə bu nazik tişlər. Sonra Çox sağ olun, tanışlıq üçün. Həqiqətən Şəmkir rayonu Çənlibel kəndində belə bir muzey yerləşir. İnsanların Xalq Tətbiqi Sənət Muzeyində insanların, Azərbaycan vətəndaşının elinə, obasına, vətəninə bağlı olan soydaşlarımızın tarixi, keçmişi, adət-ənənələrimizi, irsimizi unutmağa qoymurlar. Hətta o nümunələri özləri ilə gətiriblər ulu Göyçəmizdən. İnşallah, bəli, biz tezliklə həmin o torpaqlara qovuşarsınız. Həmişə vətəndə, vətən onsuz Azərbaycandır. Azərbaycanımız, bütöv Azərbaycanımız var olsun. İnşallah yaxın gələcəkdə Zəngəzur, Göyçə gölü, Göyçə eli, Göyçə mahalı bizləri gözləyir. Sağ olun. Bəli, bütöv Azərbaycan. Sağ olun, Qamət müəllim. Sizə sağ olun, təşəkkür ederim.